Və qardaşlar, bu qızdırma xəstəliyindən bağlı dedim mən Azərbaycanda. Azərbaycan siyasətini qızdırma tutubdur. İndi bunlar başlayıblar İranla bağlı bilirlər ki, bunun mütləq bir əngələ çıxacaq. Artıq bugün səhər-səhər məlumat yayıldı. Amerika Birləşmiş Ştatları İrana icazə verib, embargonu götürüblər. Çin, bilirsiniz ki, o özünə lazım olan neftin çox hissəsini İrandan alır və İran neftinin də çox böyük bir hissəsini, necə ki, bizim neftin çox hissəsini İsrailə gedir dəyər dəyməzinə. İran da satırdı Çinə. Bugündən etibarən məlumat yayıldı ki, bu embargo götürüldü. Yəni, İrana azad sərbəst şəkildə neft satmaq imkanı verildi. Bu deməkdir ki, Amerika Birləşmiş Ştatları yavaş-yavaş İrana münasibətdə siyasətini dəyişdirir. Və bir məsələni istəyirəm buradan deyəm. O gün toplantıda dedim, bəzi yoldaşlar təbii etiraz edədilər, qəbul eləmədilər. Dostlar, bir şey biləsiniz ki, Qərb dünyası Amerika Birləşmiş Ştatları başda olmaqla, İsraildə daxil olmaqla heç bir vaxt, amma heç bir vaxt İran adlı bu məmləkət, bu ərazi ki var, burada bugün adı İran dövlətidir, sabah Hüseyin Qul dövləti ola bilər, fərq eləmir. Bu dövlətin sıradan çıxmasına imkan verməz. Bunu bir dəli hamı qulağını sırıq eləsin. Bugün ayın 27-sidir, 23 iyun. Təkrar edirəm. Amerika başda olmaqla, Qərb, İsraildə daxil olmaqla. İran adlanan bu coğrafiyada adının bugün ya sabah gələcəkdə necə olmasından asılı olmayaraq olan o dövlətin yox olmasına imkan verməz. Niyəsini bilirsinizmi? Təbii ki, bilirsiniz. İslam aləmində, İslam dinində sünni şiə qarşıdurmasının davam etməsi və dərinləşməsi üçün bu hava su kimin Qərbə lazımdır. Ona görə də nə sünni tərəfinin, nə şiə tərəfinin bir dəfəlik sıradan çıxarılması heç bir vaxt olmayacaq. Bunu bir dəli hamı qulağına sırğı eləsin. Siyasətlə məşğulsuzsa. Hə, bir tərəfə hücum eləyib, mövcud rejimi dəyişə bilərlər, bir tərəfə hücum eləyib onu parçalaya bilərlər, amma oradakı dini vəziyyəti dəyişməyəcəklər, dəyişə bilməzlər, mümkün də deyil. Və onu sadəcə olaraq özlərinin nəzarətinə alıb daha pis formada idarə edə bilərlər ki, İslam dünyasında fitnə artsın. Oldu mu? Ona görə də bundan sonra da görəndə ki, İrana hücum var, nə bilim, Türkiyə, Pakistana hücum var, elə bilməyin ki, məqsəd səni xoşbəxt eləməkdir, yox, qətiyyən. Onların sənə borcu yoxdur. Sən onlar üçün insan da deyilsən və yadlarına da düşmürsən ki, səni nəsə insan kimi yaşaman üçün kömək eləsinə qətiyyən. Sən özünə günahlanmalısan. Millət olaraq biz ələ verməliyik, özümüzə günahlanmalıyıq.